Salam. Deməli, birinci biz mədaxilə edirik barkod olmayan malları, sonra da satış eləyirik. Yəni barkodsuz satış, tapanca olmayacaq, deyə bil. Ruchnoy axtarışla satış eləyirik, ruchnoyda mədaxilə eləyirik malları. Birinci bizdə burada alışdır, malların alınması bölməsinə giririk. Tədarükçü kimdən mal gəlib, onu seçirik. 3 nöqtə. Məsələn, firmalar, Samirdən mal gəlib. Hansı mal? Toplu seçim. Sağ tərəfdə malların adları var burada. Armatur, tibbi avadanlıq. Məsələn, yeni mal çeşididirsə yaradırıq. Sağ düymə əlavə et. Adını yazırıq. Məsələn, beton. Ölçü vahidi ədəd. Okey. Betonu seçdik. Miqdar gəlib. Məsələn, 100 dənə. Alış qiyməti məsələn 2 manat. Satış qiyməti yazırıq 3 manat. Okey'ə bastıq. Hesabat, ambar var, satış hesabatı var. Ambar qalığa baxırıq. Nə qədər bizdə malımız var, gəldi. Yəni beton hal-hazırda 100 ədəddir bizdə. İndi gəlin onu biz satış eləyə ki. Yuxarıda da var satış. Bu sürətli satışdır. Buna bastıq. Burada göstərir deməli malların adları, yanında qalıqları və satış qiymətləri. Məsələn, malların adı çox olsa, bunları tez axtarmaq üçün. Burada belə lupa işarəsi var ya da F3 düyməsi. F3 düyməsinə basanda belə bir şey gəlir. Burada yazırıq malın adı. Məsələn, beton son 3 rəqəm, son 3 hərflə də olar axtarış edir. Məsələn, ton yazıram. T O N axtarış. Bu bütün nə tonla başlayır, hamısını tapır. Seçdik burada əllə ruchno beton bir dənə. Okey, satırıq. Əgər biz qiyməti dəyişiriksə, endirim eləmək istəyiriksə, faizlə və də rəqəmlə üstünə bir dənə belə vururuq. Burada var dəyiş. Məsələn, 1 manat endirim eləyirəm mən. Okey. Elədi. İstəmiriksə məsələn, təzədən sil eləyirik, gedir. Burada da aşağıda da sat var, bu da qaytar. Sat eləyirik, satırıq. Sat. Okey. Təzədən sağ tərəfdəki malların adları gəlmək üçün bura bu X-a basırıq ki, təzədən poisk yeri getsin də bil X. Təzədən bütün mallar gəldi. Günün axırında da hesabata baxırıq. Burada çıxış eləyirik sağ tərəfdə. Hesabat, satış hesabatı. Məsələn, mənim maraqlıdır. 17-sindən 17-sinə nə satmışam? Tərtib et. Görürük ki, beton satmışam. Mayası 2 manat idi. Qiyməti 3 manat idi, endirimsiz. Mən endirim elədim deyənə dövrü 2 manat idi. Ona görə mənfəəti 0 göstərir. Yəni bir dənə satış eləyək ki, mənfəəti göstərsin. Satış. Yəni bu poiska basırıq F3. Malın adı beton. Sən bet yazıram, sırası tapıcı indi. Bet. Satırıq onu, elə də 3 manatda qoy qalsın. Sat, okey. Yəni hesabata baxaq. Hesabat, satış hesabatı tərtib et. Gördük ki, mənfəət 1 manatdır. Yəni birincisində mənfəət olmadı, ikinci satışdan 3 manat satış idi, 2 manat mayası idi, 1 manat da mənfəətimizdir. Ambar qalığımız da avtomatik azalıb. Oldu 98 ədəd. Bu bizim barkodsuz malların satışı idi.